narkomandan bahsediyor bircə sən də deyil. Misal üçün mən narkoman arvadıyım. Aysel narkoman qızıdır. Məhəllədə kimsə kimdənsə yolu soruşanda deyir. Bu narkoman Rövşənin evinin yanındadır. Yəni sən tək deyilsən. Məhəllədə sahibi hamı Barıq Həkimin tanıyır. Allah bilir o uşaqların başına nə oyun getir. Fərman dindirdik. Danışımdan belə çıxır ki, yanan sahib mal paylamaq üçün az yaşlı uşaqlardan istifadə edilmiş. Deməli deyirsən ki, qonşuların heç nədən xəbəri yoxdur. Heç bir iz qoymayıblar. Heç bir ipucu yoxdur. Görə kriminalistlər nə deyir? Bircə həftə vaxt verin, açaq da bu işin üstündə olar. 3 gün. Rəis, Dedim 3 gün. Saqqal düzdür, də bütün qonşuları bezdirmirsən. Sürətlə Ay buram çıxa bilmirik küçəyə. Hər tərəfdə, hər deşikdə, hər tində bir dənə zaklatka var. Polis bu yandan tutur, bunlar da göbələk kimi o tərəfdən pırtlayıb çıxırlar ortalığa. 10 nəfərdən soruşsan ki, kim böyüyəndə nə olacaq, kim olacaq? Mən sənə əmin edirəm ki, 10 nəfərdən 9-u deyəcək ki, mən böyüyəndə polis olmaq istəyirəm. Sən məni elə bir vəziyyətə gətirmirsən ki, mən o 10 nəfərdən biri olmaq istəyirəm. Maman çayına yeməyini bundan qatırdın, hə? Utanmırsan. Deyirəm, bəlkə məni də satasan. Səncə nə qədər verərlər? şeytanın gücü çatdı. Beni bu hala saldı. Senin gücün çatmır beni çıkartmadan. O qocaya halal deyirsən. Elə şərait yaratdı ki, özü öz ayağı ilə gəldi bura. O zəhrimarı vuran tək sənsən, amma qırılan bütün aləm. Bax, belə gözəl vərdişin var sənin.